Böyük qayıdış sürətlə davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Tərtərdən Ağdərənin Həsənrız kəndinə yola salınıb. Həsənrız kəndinə bu mərhələdə 20 ailə, 68 nəfər qayıtdı. Doğma yurdan geri dönən sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərimizə rəhmət diləyiblər. Böyük sevinçli gündür. O məqsədlə ki, bizim Ali Baş Komandanımız Müzəffər ordumuzla reallığı yaratdı. Qarabağ torpaqlarımız azad oldu işğaldan və biz getməliyik quruculuq işlərində məşğul olmaq orada, yaşamağa. Eşq olsun bizim Azərbaycan prezidentimizə. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimiz Allah can sağlığı versin. Yeri cənnət olsun ölənlərin. Ali Baş Komandan çox ağır işlərin nəticəsində bu torpaqlarımızı azad elədi. Biz sevinirik hamımız. Bu işə çox sevinirik. 86 yaşım var. Bu günləri sevinirəm. Öz torpaqlarımıza gedirik. Devlətimiz sağ olsun bala, millətimiz sağ olsun. Allah qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa versin. Onların hesabına, onların o qan töhməklərinə görə biz bu torpağımızı almışıq. Sevinirik əlbəttə ki. Bundan artıq nə sevinc olar? Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.